Bir şeyi heç vaxt unutmayın ki, heç kimi özünüzü sübut etməyə məcbur deyilsiniz. Çünki sizi başa düşən, anlamaq istəyən, sübuta ehtiyac duymadan da sizi başa düşəcək və anlayacaqdır. Başa düşməyənə isə 1000 dənə dəlil göstərsəniz də onu görməzdən gələcək və görməyəcək. İnsan sizdə nəyi axtarırsa, mütləq onu tapacaqdır. Çünki işin əsli burasıdır ki, o sizdə bu eybi dünəndən axtarırdı. Çünki o qəlbində sizə qarşı nifrət gizlədir. Qəlbində nur gəzdirən, gözəllik gəzdirən insan isə sizdə gözəl xüsusiyyətləri görüb, sizinlə yaxın olmağa çalışan olanlardır. Unutmayın ki, örfü bir deyim var. Məndə gördükləriniz əslində mənim deyil, sizin əksinizdir. Gözəl bir cümlədir bu. Uca Allah isə buyurur ki, hər kəsin etdiyi yaxşı əməl və pis əməl öz əleyhinə və öz xeyrinədir. Bəqərə surəsi 286-cı ayət. Ona görə də başqalarının baxışı sizi dəyişdirməsin. Yalnız Allah üçün dəyişin. Sizi kim necə görürsə, o öz qəlbində olanı ilə görür. Siz sadəcə Allah üçün doğru olun, ədalətli olun. Çünki qəlbləri Allah görür. İnsanlar isə yalnız zahiri görürlər.